Hansı cümlədə yazılışı və tələffüzü kəmiyyətə görə fərqlənən sözdə həm də səs uzanması var? Tələffüzü və yazılışı kəmiyyətə görə fərqlənən sözdə, yəni ya səs ərtimi var, ya səs düşümü var. Vaxtaşırı qohumlara baş çəkir, onların qayğıları ilə maraqlanıram. Bu nümunədə, bu cümlədə, yəni kəmiyyətə görə fərqlənən, yazılış dilişindən fərq olan söz yoxdur. Süfrənin səliqəsi uşaq vaxtı gördüyüm bayram süfrəsini xatırlatdı. Bu cümlədə də yəni yazılış tələffüz arasında kəmiyyətə görə fərqlənən söz yoxdur. Yazı şagird işinə bənzəmir. Bunu həyat təcrübəsi olan şəxs yazıb. Burada da yenə onun kimi. Bu uşaqların belə şəraitdə yaşaması hər kəsi narahat etməlidir. Bu cümlədə şəraitdə sözündə A uzanır. A ilə in arasında Y samiti tələffüzdə əlavə olunur. Layiq olduğu münasibəti görmədiyi üçün iş gücdən əli soyuyurdu. Bu cümlədə də dediyimiz məsələ yoxdur. Cavab olur D variantı. Hansı cümlədə antonimli təşkil edən sözlər işlənməyib? Bir anda əlimdəki ağ köynək qaraya çevrildi. Ağ, qara. Dayaz adamlardan dərin mövzular. Zahiri parıltı, daxili parıltı. Düşmən, dost. Bunlar nədir? Əks mənalı sözləri, antonimli təşkil edən sözlər. Amma baxın, kiçik işlərdə də böyük olmağı, kiçik var, bir də böyük olmaq var. Bu sifətdir, bu isə feildir. Deməli, B variantında bir-biri ilə antonimli təşkil edən sözlər işlənməyib. Sualın doğru cavabı olur B. Nümunə ilə bağlı deyilə bilməz. Başqalarına çox şeyi bağışla, özünə isə heç nəyi bağışlama. A. Sifət ismə aid 3 qrammatik şəxsi qəbul edir. Bəli, başqalarına sözündə başqa sifəti, lar, mənsubiyyət və hal şəxsi qəbul edir. Bu doğrudur. Köməksiz nitqsələrindən yalnız inkar adı işlənir. Burada köməksiz nitqsəsi yalnız bağlayıcıdır. Bu heç nəyi bir yerdə əvəzlikdir. Mənsubiyyətə görə dəyişmiş sözdə heç bir isim deyil. Başqaları sifət, özü nədir? Əvəzlik. Bu da doğrudur. Qeyri-müəyyən və təyin əvəzliyyət nümunə işlənib. Özünə təyini, heç nəyi qeyri-müəyyən əvəzliyi doğrudur. Təsniflənən feillərin hər ikisi əmr şəklində məlum növdədir. Bağışla, bağışlama, bəli, bu da doğrudur. Nümunə ilə bağlı deyilə bilməz, cavab olur B variantı. Cədvəldəki uyğun fikirləri müəyyən edin. Buradan doğrudur, buradan yanlışdır seçməliyik. Qaranlıq işığın yoxluğundan, kölgə işığın çoxluğundan törüyür. Cümləsində bir mücərrəd isim var. Bax, yoxluq, çoxluq. Yoxluq, çoxluq. Bir dənə də yox, 2 dənə. Deməli, bir səhvdir. Bir olan bəndləri çıxırsınız. Yenilik üzə çıxdıqdan sonra onu yaradana ehtiyac qalmır. Cümləsində çıxış halda olan isim yoxdur. Bax, çıxdıqdan sonra feili sifətdir. İsim varmı? Yoxdur. Bu doğrudur. 2 ilə başlayandan saxlayırsınız, digərlərini çıxırıq. Yanlışdır. Buradan da səhv fikir tapmalıyıq. Dünya ancaq insan qəlbinin hənirtisi ilə canlanır. Cümləsində bağlayıcı və qoşmaya nümunə işlənib. Ancaq yalnız ədat var. Düzdür. Hənirtisi ilə nə var burada? Qoşma var. Burada bağlayıcı var. Yoxdur. Ona görə bu səhvdir. Ədalətsiz rejimi ədalətlə yıxmaq lazımdır. Cümləsində sifət və zərf eyni suala cavab verir. Ədalətsiz rejim, necə rejim, necə yıxmaq ədalət? Bu doğrudur. Cavab olacaq 2, 3, Y variantı. Hansı cümlədə feillərin hamısı məlum növdə işlənmişdir? Rəssamın orijinallığı xəyalında yaratdığı ideyada, sənətkarlığı isə bu ideyanın kətana necə köçürülməsində üzə çıxır. Bax, üzə çıxır məlum növ, yaratdığı məlum növ. Amma köçürülməsində isə məhsul növ. Ona görə biri çıxırsınız. Arada biri var, getdi. Gəlirik 2-yə baxmağa. Bütövləşmək əzmində olan yarımçıq dağılmaq ərəfəsində olan bütövdən daha dəyərlidir. Bütövləşmək, məlum növ, dağılmaq, məlum növ. Əzmində olan məlum növ. Başqa var? Xeyr. 2-dəkilər hamısı məlumdur. Təbiət özü ahəng və gözəllik prinsipləri ilə qurulubsa, onu öyrənən elmdə bu prinsiplərə sadiq qalmalıdır. Bax, öyrənən
sadiq qalmalıdır. Bu nədir? Məlum. Qurmaqdan qurulmaq isə təbiət öz gözəl prinsipləri qurulub. Yəni təbiət öz-özünü qurub, bu qayda işləyə bilərik. Bu da düzdür. Ona görə də bunu da çıxdıq. Yəni bu da məlum deyil. Müridlərin axırıncı yığıncağı dağıldıqdan sonra o 2 gün evdən bayıra çıxa bilmədi. Çıxa bilmədi, məlum. Dağıldıqdan sonra məlum. Cavab olur 2-4 C variantı. Əvvəl sözünün qoşma kimi işləndiyi cümləni müəyyən edin. O bu məsələni əvvəl dostlarıyla müzakirə etdi, zərfdir. Tahir bu ağacları əvvəl bu yerlərdə görməmişdi, zərf. Bu kitabı əvvəl oxuyanlar, zərf. Dünya sizə borclu deyil, o sizdən əvvəl yaranıb, sizdən əvvəl qoşma. İş bizə əvvəl çətin görünsə də, zərf. Cavab olur D variantı. Uyğunluğu müəyyən edin. 1. Nə sözü sual əvəzliyi kimi işlənib, 2. Nə sözü ədat kimi işlənib. A bəndi. Ocağın nə çəkdiyini son qığılcımlar söyləyə bilər. Gedir birinciyə. 1A. Nə işləməkdən əl çəkdi, nə ümidini itirdi. Burada bağlayıcı mövqeyindədir. Ona görə bu heç birinə getməyəcək. O nə lazım olduğunu demədi. Buradakı da sual əvəzliyi kimi işlənib. Gedir 1-ə. Bizdən hər nə istəsəniz can başına edəcək, hər nə bir yerdə qeyri-müəyyən əvəzlikdir. Gör burada nə qəribə hadisələr baş verir. Buradakı nə ədat mövqeyində işlənib. Cavab olur 1AC, 2Y, C variantı. Hansı cərgədə sözlərdən yalnız biri digərlərlə eyni köklü deyil? Ləkəli, ləkələmək, ləkə. Bax, ləkə digərlərlə eyni köklü deyil. Ucuz, uca, ucaltmaq, ucuzla uca sadədir. Eyni köklü ola bilməz. Tikinti, tikdirmək, tikili. Bunlar eyni köklüdür. Qapı, qapaz, qapatmaq. Bunları çıxdıq. Oyun, oynaq, oyuq. Oyun sözü ilə oyuq. Mesela oyun sadə olduğunu eyni köklü sayılmır. Oyuq da bunlarla eyni köklü deyil. Sualın cavabı olur A variantı. Cədvəldəki düzgün nümunələri müəyyən edin. 1 leksik, 1 qrammatik şəkilçisi var. 2 leksik, 1 qrammatik şəkilçisi var. Leksik şəkilçisi yoxdur. 1 qrammatik şəkilçisi var. Soyumaqdan soyuq, soyuqluq, dur. 1 leksik istədiyi üçün 1-i çıxıram. Yuxudan yuxulamaq, yuxulayır. 2-ni qəbul eləyirik. 2 leksik, 1 qrammatik. Üzdən üzləmək, üzlətməkdir. 3-ü qəbul eləyirik. Zənginlikdə zəngin sözün kökü, likdə 4-ü çıxırıq. Leksik şəkilçisi yoxdur, 1 qrammatik şəkilçisi var. İstəməkdən istək var, 5-i çıxırıq. Bağışlayın sözün kökü, bağışlayın. Cavab olur 2, 3, 6, Y variantı. Uyğunluğu müəyyən edin. Yalnız əsas nüqsəsi kimi işlənə bilən sözlər, yalnız köməkçi nüqsəsi kimi işlənə bilən sözlər, həm əsas, həm də köməkçi nüqsəsi kimi işlənə bilən sözlər. Ki, yalnız, bəs və yaxud da yalnız, bəs. Ki, ancaq bağlayıcı, belə deyək, köməkçi nüqsəsi kimi işlənir, bağlayıcı ədat kimi. Yalnız sözü yalnız olanda ədat olur, yalnız olanda zərf və daşi sifət kimi də işlənə bilər. Bəs sözü həm ədat, həm də predikativ söz kimi işlənir. Deməli, bu A bəndini çıxırıq. Bu heç birinə aid deyil. Buna uyğun, burada verilən uyğunluq olmadığına görə harada A varsa cavabdan çıxırsınız. Cavabımız ya C'dir, ya Y'dir. İndi baxırıq. Sonra bir düz köməkçi nüqsəsi əsas nüqsəsi ola bilir. Say ədat ola bilir. Bu da ədat da ola bilir. Digər əsas nüqsələr ola bilir. Bunu qoyuruq 3-ə. Deyil çünki kaş yalnız köməkçi nüqsəsi kimi işlənir. Bunu qoyuruq 2-yə. Bəri gör doğru. Bunu qoyuruq 3-ə. Həm əsas, həm köməkçi nüqsəsi kimi. Ötəri, yalqız, əsil, ancaq əsas nüqsəsi kimi işlənir. 1Y, 2C, 3B'dir. Cavab olur C variantı. Yaqub Veysəlin oxuda bilməz fikri mətndə daha çox nə ifadə edir? Yaqub Veysəl oxuda bilməz deməsi təhsilə qarşı açıq nifrətdən və ya hər hansı Muradın istedadına şübhə ilə irəli gəlmir. O əsasən nəyə ilişir? Maddi imkanlara görə. Çünki ona görə maddi imkanlar həlledici roldur da, həlledici rolu oynayır. Və deyir ki, kasıb bir dul qadının övladını oxuda bilməyəcəyini düşünür. Bu fikir onu gələcəyə, yeniliyə və dəyişiklik imkanına inamsız yanaşmasını göstərir.
Yaqub Veysel mövcud vəziyyətin dəyişə biləcəyinə inanmır və buna görə də təhsilin uğurla nəticələcəyini mümkün saymır. Buna görə də biz cavabına götürürük. Cavabı götürürük B variantı. Maddi imkanları əsas meyar sayaraq gələcək dəyişikliklərə inamsız yanaşmasını və yeniliyə qarşı daxili müqavimətini. Cavab olur B. Mətnə əsasən yanlış fikirləri müəyyən edin. Venn diaqramı xarakterli cədvəldir. Baxaq görək hansılar yanlışdır. Molla İbrahimin fikirlərində əksini tapır. Bunu buradan Molla İbrahimə Xəllə aid fikir tapmalıyıq. Burada da Yaqub Veyselə aid fikir tapmalıyıq. Burada isə hər ikisinə aid fikir tapmalıyıq. Yaşlı nəslin yeni dövrə uyğunlaşa bilməməsi, mətndə belə bir fikir yoxdur. Ona görə də biz bunu cavab kimi götürə bilərik. Çünki yanlış fikir istəyirəm, bu yanlışdır. Paxıllıq hissinin inkişafa mane olması var. Molla İbrahim nə deyir? Deyir, bax elə bu qonşu arasındakı paxıllıqdır da bizi bu hallara salan. Deməli, bu doğrudur. 2-ni çıxırıq. 2 olan bəndləri çıxırsınız. Cavabımız ya B-dir, ya D-dir. İndi Yaqub Veysəlin fikirlərində əksini tapana baxaq görək. Təhsilin kənd mühiti üçün əhəmiyyətsizliyi yoxdur. Ümumiyyətlə, Fatimədən onun gücünün olmasından danışır. Təhsilin, yəni keyfiyyəti ilə bağlı qeyri-vacib məsələsinə toxunmur. Sadəcə Fatimənin, yəni girişdiyi yük haqqında danışır. Deməli, biz bunu cavab kimi götürəcəyik. Zaten hər ikisində 3 var. Maddi imkanı olmayanların uşaq oturmağının çətinliyini əlbəttə ki, bu var. Bunu vurğulayacağını deyir zaten. Ancaq elmə marağı olan uşaqların oxumağının zərurluğu bu heç birinə aid fikirdir. Yəni bunu elə bir fikir səsləndirmirlər. Yaqub Veysəl imkansızlığından bağlı danışır. Yəni burada onu vurğulamır. Cavab olacaq 1, 3, 5 D variantı. Mətndə ifadə olunmuş fikirləri müəyyən edin. Həyat yoldaşını itirən Fatimə oğlunu tək başına böyütmüşdü. Mətndə buna toxunulurmu? Bəli, deyir ki, gənc yaşında yoldaşını itirib dul qalsa da, deməli biz bunu qəbul edirik. Molla İbrahim Yaqub Veysəlin fikri ilə razılaşsa da bunu bir özə vermirdi. Mətndə belə bir şey yoxdur, axı razılaşmır. O konkret nədir? Yəni ona razılaşdığını bildirmir, yəni. Açıq-aşkar razılaşmada hiss olunur. Qadın hüquqsuzluğu dövrün əsas problemlərindən biridir. Mətndə qadın hüquqsuzluğunun problemi yoxdur ki, sadəcə imkan daxilindən, qadının maddi imkansızlığı məsələsinə toxunur. Burada hüquqdan, hüquqsuzluqdan söhbət getmir. Molla İbrahim gələcəklə bağlı nikbin düşüncələr sahibdir. Bəli, orada deyir, biz görməsək də oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Bu da deməkdir ki, gələcəklə bağlı nikbin fikirlərə malikdir. Cavab olur 1-4 C variantı. Mətndə üzərində rəqəm yazılmış sözlərlə bağlı uyğunluğu müəyyən edin. Molla İbrahim başını yerlədi, bir yerləmək sözüdür. Bir də kimsə xeyirli bir iş edirsə, başqası onu yıxmağı özünə vəzifə bilir, yıxmağı. İndi baxaq görək, burada həqqi məcazi mənadan söhbət edir. Bax, bu həqqi mənadadır, bu məcazi mənadadır. Yəni, tutaq ki, 1-ə A yazacağım bura. Bax, başını yerlədi, bəli, 1-ə A yazıram. 2-yə yazıram, məcazi mənadadır. D-ni yazacağım bura. Tezliklə şahı devirib özü taxta çıxdı. Başqası onu yıxmağı, bəli, bu yıxmağı məcazi 2 ilə bağlıdır. Bunu qoydum bura. Kontekstə görə yırğalamaq sözünün qarşılığı başını yırğaladı. Bunu da qoydum bura. Həyətdə bir qədər gəzdikdən sonra evə gəldi cümləsinə qarşılığı var. Heç bir sözün bu cümlədə qarşılığı yoxdur. Ona görə cavab olacaq 1AC, 2BD, D variantı. Nitqi Molla İbrahim haqqında deməyə əsas verir ki, o, xalqın problemlərini biganə deyil, cəmiyyətdəki qüsurlara ürəkdən yanır. Bəli, bunu deyə bilərik. Savadsızlıq və paxıllıq kimi cəmiyyətin qüsurlarına ürəkdən yanır. Hətta nə deyirdik? Bir məmur görəndə biz onların qarşısında 2 qat əyilirik, onlara boyun əyirik və s. və s. Bunu doğru qəbul edirik. Bir olan bəndləri saxlayırsınız, digərlərinə çıxırıq. Kəndin ictimai işlərində fəal iştirak edir, insanlar arasında nüfuz sahibidir. Bunu belə deyənməkdir, çünki bu haqda məlumat yoxdur konkret mətndə. 2-ni çıxırıq. Müharibədə böyük igidliklər göstərsə də bu haqda danışmağı sevmir. Yanlışdır. Hərb gördüm deyir, amma demir orada mən nələr eləmişəm, düzdürmü? Ona görə də bunu da çıxırıq.
Köhnə fikirlərin inkişafa mane olduğunu anlayır, onların dəyişməsini istəyir. Bax, bu abzasda biz bunu görə bilərik ki, deyir, bax, elə bu qonşu arasındakı paxıllıqdır da bizi bu hallara salan. Kimsə xeyirli bir şey edirsə, başqası onu yıxmaq özünə vəzifə bilir. Bu kimi fikirlərə əsas götürərək və onları hətta tənqid eləyir və s. və s. Cavab olur 1-4C variantı. Mətnə əsasən cədvəli tamamlayın. Hökm əsaslandırma. Fatimə ictimai fikirdən asılı olmayan insandır. Fatimə mövcud imkanları dəyərləndirməyi bacarır. İctimai fikirdən asılı olmayan insanlar üçün belə qeyd edilə bilər ki, kənd cəmaatının tənqidinə və paxıllığına baxmayaraq, oğlunu oxutmaq qərarından dönmür, oğlunu oxudur. Kənd cəmaatının tənqidinə və ya paxıllığına baxmayaraq oğlunu oxudur. Bunu belə qeyd edə bilərik. Fatimə mövcud imkanları dəyərləndirməyə bacarır. Məktəbin pulsuz olmasını nəzərə alaraq oğlunu məktəbə qoyur. Təhsil üçün əlverişli şərtləri istifadə edir. Məktəbin pulsuz olmasını nəzərə alaraq oğlunu oxudur. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə altından xətt çəkilmiş ifadənin mənasını izah edin. Uzaqdan zurna səsi xoş gəlir. İfadəsi mənası budur ki, zahirdə asan görünən işin arxasında çətinliklər var. Bu formada deyə bilərik. Məsələn, zahirdə asan görünən işin arxasında çətinliklər var. Bu fikri və buna oxşar fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən cədvəli doldurun. Molla İbrahimə görə müsbət haldır, Molla İbrahimə görə mənfi haldır. Məsələn, Molla İbrahimə görə müsbət hal nədir? Fatimənin oğlunu oxutması. Fatimənin oğlunu oxutması müsbət haldır. Fatimənin təşəbbüsü və səyləri belə yaza bilərsiniz. Bir də mənfi hal nədir? Kənd cəmaatının paxıllığı. Mənfi haldır. Sonra illərlə dəyişməyən qaydalar, sonra təhsilsizlik, içlərindən oxumuş bir adamın çıxmaması və s. bu kimi halları yazıb sualı cavablandıra bilərik. Mətndə əvvəlində işarə qoyulmuş ifadələrin kontekstə əsasən mənasını izah edin. Əvvəlində işarə qoyulmuş ifadələr. Oğlunu oxutmaq üçün dərdən qabaqdan çıxdı. Dərdən qabaqdan çıxmaq nə deməkdir? Həddindən artıq çox çalışmaq. Həddindən artıq çox çalışmaq. Və yaxud da yaza bilərik. Can qoymaq. Bu kimi ifadələr yaza bilərik. Öhdəsindən gəlmək, bir işi yerinə yetirməyə gücü çatmaq. Bir işi yerinə yetirməyə gücü çatmaq. Belə yaza bilərik. Və yaxud da bacarmaq mənasında, bacarmaqda sözünü qeyd edə bilərik. Bığlarını çeynəmək, Molla İbrahim bığlarını çeynədi. Niyə oxumur? Oxuyanın buynuzu olur. Burada görürsünüz, əsəbiləşib. Əsəbiləşmək və yaxud da hirslənmək. Bu kimi ifadələr yazıb sualı cavablandıra bilərik. Molla İbrahimə görə uşaqların təhsilinə hansı məqsədlə kömək etmək lazımdır? Bax, bu hissədə bu fikir var. Deyir, biz görməsək də oğullarımız, nəvələrimiz, kəndimiz görəcək. Bunların heç biri görməsə, Məhəmməd ümmətindən kimsə görər.
Ona kömək etməliyik ki, heç olmasa edəcəyi savablardan birazı da bizim məzarımıza çatsın. Birinci yaza bilərik ki, savab qazanmaq üçün, məsələn yazır bura, savab qazanmaq üçün və ya faydasını sonrakı nəsillərin görməsi üçün. Bax, bu ikisinə oxşar fikirlər yazıb sualı cavablandıra bilərik. Mətndə üzərində rəqəm yazılmış sözlərlə bağlı cədvəldəki düzgün fikirləri müəyyən edin. Məsələn, buradakı sözlər, bax, üzərində rəqəm yazılmış sözlər, mətndən əvvəlcə tapırıq. Məsələn, məktəblərin birinə gəlirlər, həqiqi mənada doğrudur bu. Sonra ikinci sözə baxırıq. Sinifin ulduzları, bu məcazi mənada, bu da doğrudur. Qanadlanmaq, inamla qanadlanacaq, məcazi mənadadır. Bu da səhvdir. Dördə baxırıq. Mütləq yüksəlir, onun səviyyəsi, özünün qiymətinin səviyyəsi mütləq yüksəlir. Burada da nə edir? Məcazi məna kimi bu da doğrudur. İndi biz deyir ki, həqiqi və məcazına görə mətndəkindən fərqli məna. Burada həqiqətsə məcazi olmalıdır. Birazdan xəstənin üzünə həyat nişanəsi gəldi. Doğrudur bu. Bir olan bəndləri saxlayırsınız. Birlə başlayanlar daha doğrusu. İki ulduz burada məcazidir, mətndədir. Burada da məcazidir, cümlədə də məcazidir. İkini çıxdıq zaten. Qanadlanmaq sözü mətndə məcazidir. Burada da məcazidir. Bunu da çıxırıq. Yüksəlmək sözü mətndə məcazidir. Təyyarə yüksəldikcə burada isə həqiqidir. Cavab olur 1-4-D variantı. Mətnə əsasən Pigmalion effektinə aid mərhələlərin düzgün ardıcıllığını müəyyən edin. Əvvəlcə elə ki, müəllimlər şagirdlərə müsbət enerji ötürürlər. Yəni onların yüksək potensialda olduqlarını bildirirlər və bunu onlara aşılayırlar. Düzdür? Birinci 5 gələcək. 5-i qeyd edib bura. Sonra şagird nə edir? Bu müsbət rəyi qəbul edir, özünə təşviq edir, özünə qiymətləndirmə gələcək. 2. Şagird müəllimdən aldığı müsbət rəy və təşviqi qəbul edir. 2-ni qeyd elədik. Sonra gəlirik. Təsir nəticəsində şagird öz bacarığına və intellektual potensialına inam qazanır, yəni özünü qiymətləndirir. 3-ü qeyd edə bilərik. Sonra özünə inam şagirdi əlavə səy göstərmə və yeni biliklər öyrənməyə təşviq eləyir, motivasiya yaranır, yeni bilik və bacarıqlar öyrənir. 4 qoyuruq. Ən sonunda da şagird öz bacarıqlarını real nailiyyətlərdə nümayiş etdirir. 1 gəlir. Cavab olur 5, 2, 3, 4, 1, Y variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudur, yanlışdır. Buradan doğrunu, buradan yanlışı seçməliyik. Müəllimlərin müəyyən şagirdlərdən gözləntiləri onların davranışına qeyri-iradi təsir göstərir. Bəli, bu doğrudur. Zaten mətn bunu göstərir ki, müəllimlər seçilmiş şagirdlərin intellektual potensialına inanmış və bu da onların elə ki, müəllimlərin qeyri-iradi o insanlardan, o şagirdlərdən müsbət nəticə gözləntilərindən nəticələnmişdir. Bunu doğru qəbul edirəm. Birlə başlayanları saxlayırsınız, yerdə qalanları çıxırsınız. Müsbət gözləntilərin mənfi sonluqla bitməsi genetik səbəblərlə izah olunur. Mətn genetik səbəblərdən demək ki, bəhs etmir. Hər şeyin sosial təsirindən qaynaqlandığı gözləyir. Yəni, sən o insandan müsbət nəticə gözlədiyini ona aşılasan, o sənə müsbət geri dönüş edəcək. 2-ni çıxırıq. Zaten cavabımız hazırdır 1, 4, 5. Çətin ailələrdən olan uşaqların müsbət gözləntilərə reaksiya vermirlər. Səhvdir. Yəni, sən o insana necə reaksiya versən, o sənə o şəkildə. Yəni, müsbət reaksiya versən, müsbət nəticə göstərəcək. Mətn bizə bunu aşılayır. İnkişaf etmək istəməyən şagirdlərdən nə isə gözləmək müəllimlərin yanlış atdıqları addımdır. Xeyr, əslində müəllimlər cəmiyyətə nədir? İstəyirlər ki, müsbət təsir göstərsinlər. Deməli, bu səhv fikirdir. Təsadüfi seçilmiş şagirdlər inkişaf səviyyəsinə çata bilmirlər. Xeyr, mətn onu göstərir ki, nədir? Şagirdlərin inkişaf etdiyi göstərilir, yəni. Bunu səhv kimi qeyd edirik. Müsbət sosial mühit insanın potensialın üzrə çıxmasına şərait yaradır. Bu da doğrudur. Cavab olur 1, 4, 5, D variantı.
Qarşısında rəqəm yazılmış hansı cümlələr çıxarılsa, mətnin məzmununa xələl gəlməz. Qarşısına rəqəm yazılmış cümlələr tapırıq. Məsələn, 1 buradadır. Bunu qeyd edirik. 2 buradadır. 3 buradadır. 4 burada, 5 də burada. Bunlara diqqətlə fikir versək görək ki, ikinci və beşinci cümlələri mətndən çıxarsaq, mətnin məzmununa xələl gəlməz. Niyə xələl gəlməz? Çünki bu cümlələr özündən əvvəlki fikirləri sadəcə biraz daha genişləndirir. Yəni, yeni informasiya vermir. Məsələn, 5-də fikir verin, deyir ki, bunun nəticəsində uşaq göz qabağındaca dəyişərək inkişafa doğru gedəcək. Bundan əvvələ baxın. Heç nadir hadisə deyil ki, belə uşağı azacaq tərifləsən, ona biraz inansan, o sanki bunu inamla qanadlanacaq. Fikir verirsiniz, yəni burada da inkişafdan söhbət gedir, burada da inkişafdan söhbət. Və yaxud da 2-yə baxırıq. Nə etmək olar? Yəqin ki, tədqiqatçılar bizdən daha yaxşı bilər, müəllimlər belə qənaətə gəldilər. Onlar səbirlə perspektivli şahidlərdən vəd edilən nəticələr gözləməyə başladılar. Yəni, burada da bu ikinci cümlədə özündən əvvəlki cümlə nədir? Fikrini demək olar ki, eyni səviyyədə çatdırır. Yəni, müəllimlər zaten bu əvvəlki cümlədə də heç bir reaksiya vermirlər. Deyirlər, demək ki, tədqiqatçılar bizdən daha yaxşı bilirlər. Bu uşaqlar inkişaf eləyəcəklər. Bunlar da vəd edilən nəticələri gözləməyə başlayırlar. Yəni, uşaqlardan düzgün, doğru, nədir? İnkişaf etmiş nəticələr gözləyirlər. Digər cümlələrdə isə bu kimi xüsusiyyət yoxdur. Digər cümlələr hamısı mətndə öz ağırlığını qoruyur. Ona görə də sualın cavabı olur B variantı, ikinci, beşinci cümlələr. Mətnə əsasən Pigmalion effektini tətbiq etmək istəyən rəhbər necə olmalıdır? Verilənlərin içərisinə baxırıq. Birinci nikbin olmalıdır, sonra da inamlı olmalıdır. Yəni, nikbin zaten verdiyi qərarların doğru olduğunu düşünən, inamlı da eyni bir-birinə yaxındır. Cavab olacaq 1-4 variantı. Mətnə əsasən nöqtələrin yerinə uyğun fikir yazmaqla cümləni tamamlayın. Yəni, eksperiment kifayət qədər inandırıcı şəkildə sübut etdi. İnam müsbət nəticə doğurur. Bunu belə qeyd edə bilərik. İnam müsbət nəticə doğurur. Yəni, şagirdlərin müsbət nəticə verəcəklərinə inandıqlarına görə bu eksperiment də bunu nəticələndi. Və yaxud da belə yaza bilərik ki, pozitiv inam şagirdlərin nailiyyətinə şərait yaradır. Pozitiv inam şagirdlərin nailiyyətinə şərait yaradır. Şagirdlərin nailiyyətinə şərait yaradır. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərsiniz. Mətnə əsasən insanların bir-birinə olan münasibətinin mikroiqlim yaratmasına dair şagird-müəllim münasibətindən fərqli daha 2 nümunə göstərin. Bu sualın cavabı son abzasda demək ki, öz əksini tapıb. Burada fikir versəz deyir ki, müəyyən əməkdaşlar ilə bağlı pozitiv ümidləri olan rəhbər, bir də özünün nikbinliyinə kökləyən və öz xəstəsinin mütləq şəkildə yataqdan sağ-salamat qalxacağına inanan həkimlər. Yəni, bu iki fikir bu sualın cavabıdır. Birinci qeyd edirik ki, rəhbərlərin öz əməkdaşları ilə bağlı pozitiv ümidləri, yəni müəllim-şagird münasibətindən fərqlidir. Rəhbərlərin öz əməkdaşları ilə bağlı pozitiv fikirləri bir də həkimlərin xəstənin sağalacağına olan daxili inamı. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə görə Pigmalion effekti heç də hər zaman istənilən nəticəni vermir. Fikrini əsaslandıran, bəli, mətndə də bax, bu hissədə qeyd olunur. Xüsusən də bu çətin ailələrin uşaqlarla bağlı. Çünki onlardan heç kəs yaxşı heç nə gözləmir. Amma qəribədir ki,
onları əhatə edən insanların ən pis gözləntiləri belə halda özünü doğruldur. Və ya əksinə, heç nadir hadisə deyil ki, belə uşağı azacıq tərifləsən, ona biraz inansan, o sanki bu inamla qanadlanacaq. Yəni, belə qeyd edə bilərik ki, xüsusən çətin ailənin uşaqlarından ətrafdakılar həmişə pis nəsə gözləyirlər. Yaza bilərik ki, qeyd edək. Çətin ailələrin uşaqlarından ətrafdakılar həmişə pis nəsə gözləyirlər. Bu pis gözlənti uşağa keçir və o həqiqətən də pis işlər görməyə başlayır. Yəni, Pigmalion effekti həm də mənfi istiqamətdə işləyir. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Mətnə əsasən cədvəli tamamlayın. Bizə səbəb nəticə cədvəli verilib. Nəticə isə də yazılıb ki, müəllimlərin həmin şagirdlərlə bağlı gözləntilərinin və onlara olan münasibətinin dəyişməsi, qeyd edə bilərik ki, tədqiqatçıların müəllimləri bəzi şagirdlərin xüsusi istedad olmasına inandırması. Tədqiqatçıların müəllimləri bəzi şagirdlərin xüsusi bacarıqlarının olmasına inandırması. Bax, bu kimi fikirlər yazsaz, bunun nəticəsi bu ola bilər. İndi aşağıdakı səbəbə baxırıq. Əhatə edənlərin bir insan haqqında mənfi gözləntilərə sahib olması, onun nəticəsində də həmin insanın pis gözləntiləri doğrultması nəticəsini qeyd edə bilərik. Həmin insanın pis gözləntiləri doğrultması fikrini qeyd edə bilərik. Doğrultması. Bu kimi fikirlər yazıb sualı cavablandıra bilərik. Elə yalanlar var ki, əxlaqi dəyərlərə zərər vurmur. Fikri mətndəki hansı situasiya ilə əlaqələndirilə bilər? Mətndə nə deyilir? Deyir ki, tədqiqatçılar bəzi şagirdləri güya xüsusi yüksək intellektual qabiliyyətə malik kimi təqdim etmiş. Halbuki, mətndə açıq-aşkar qeyd olunur ki, onları təsadüfən, yəni tamamilə təsadüfən seçirlər. Ona görə də bax, qeyd edə bilərik ki, tədqiqatçıların bəzi şagirdlər haqqında yüksək fikirlər söyləməsi. Halbuki həmin uşaqlar təsadüfən seçilmiş uşaqlar idi. Bax, bu kimi fikirlər yaza bilərik.